Salam aleykum məsələn vətənlərim. Bu günlərim Ramazan ayına toxunmaq istəyirəm. Bildiyiniz kimi zaten Azərbaycanda haqqı deyən inançsız şəxsləri şərləyərək zindana salıblar və uzun illər azadlıqdan məhrum eləyiblər və üstəgələk də çox ağır, şiddətli işgəncələrə məruz qalırlar. Hələ də yəni bu işgəncələr davam eləyir. Və haqqı deməyən saray mollaları ki var, istər əhl-i sünnədən olsun, oturublar hərəsi bir tində, bir məscidin qapısında, oradan deyirlər ki, başçıya çıxmaq, qarşı çıxmaq olmaz, başçı bizim rəhbərimizdir, başçı kafir də olsa, namusumuza da sataşsa, arvadımızı da əlimizdən alsa, başçıya qarşı çıxmaq olmaz. Hardan çıxardılar, hansı dindən çıxardılar bu məsələni bilmirəm. Müəyyən də Allah şükürün dəstəsidir ki var. Axundlar, hacılar, ruhanilər, müəyyənləri yığışıb Allah şükürün ətrafına orada Allah şükürə bəhbəh təriflə vurub Allah şükürün dediyi ilə oturub durur. Bunlar Ramazan ayının bayramını ayın 30-una elan ediblər. Amma halbuki Azərbaycanda və ümumi dünyada deyərəm ki, bir dənə Azərbaycanda bir nəfər çıxsın desin ki, mən filan məscidin, filan kəsi, axundu və yaxud da ruhanini aparmışam, Şəmkirdəki rəsədxanadan öz gözləri ilə ayı görüblər. Bu mümkün deyil. Elə sadəcə durdular, dedilər ki, hə, ayı gördük, oruc açıq, amma Azərbaycanda da heç kim ayı görməyibdir. Əgər ayı görünmüş olsaydı, bir nəfər tanınmış ruhanilərdən birini, din xadimlərindən birini aparardı zora, çıxırdı da çıxardı, canlı çıxış eləyər ki, ay cəmaət, baxın, bu ay mən də gördüm, siz də görün, hə, başlayaq, Ramazan ayı başladı, ayın birindən orucumuzu tutaq. Amma halbuki belə olmadı. Hər il olduğu kimi Ərəbistanla gedirlər. Yenə də Ərəbistan cəmaatı bir gün tez oruca başlatdırır, bir gün tez açdırır. Gəlir, axırda da onlarla gedən ölkələrə kəffarı ödətdirir. Yəni bu məlum məsələdir. Uzun illərdir bu cürə davam eləyir, bilinir. Və mənim sözüm buradan xüsusən, zaten bilinir ki, Allah şükür və onun dəstəsi batildir. İlham Əliyevə xidmət eləyir. Azərbaycandan İslam dinini aradan aparmaq üçün çalışırlar. O şeytan şükür paşazadədir, məlum məsələdir, sözüm onda yox. Bu əl atda ortada görükən xüsusi dindarlar, ruhanilər, özünə alim deyənlər, hacı deyənlər ki var. Sözüm bunlaradır ki, siz şərəf və ləyaqətinizi kimə satmısınız? Allah şükürün o bir tikə çörəyinə satmısınız. Allah şükürün siz o bir tikə yallanmağına satılmısınız. Yoxsa İlham Əliyevin dubinkasından, zindanından qorxursunuz. Bəs Allahın əzabından, Allahın cəhənnəmindən, Allahın göndərəcəyi oddan, bəladan bəyəm qorxmursunuz ki, siz Azərbaycan xalqını ayın birindən oruç tutdurursunuz. Halbuki ay görsənməyib, ayın ikisindən başlayıb Ramazan ayı. Ayın 30-u günü də açdırırsınız. Halbuki İslamda ya 29 gündən oruç tutulur, ya 30 gündən oruç tutulur. Yəni 28 gündən oruç tutulmur. Ayın ikisindən ay görüküb Ramazan ayı başlayıb, ayın 30-u günü 29 gündür ki, Azərbaycan vətəndaşlar oruç tutmuş olur. Qanunla. Və 29-cu günü axşamı, yəni 30-u axşamı baxdıq, ay göründüsə 31-ini bayram edirik. Yox, görsənmədisə 30-cu günü də orucu tuturuq, yəni ayın 31-i. Çünki ayın ikisindən başlayıb Ramazan. Bir nəfər çıxsın, sübut eləsin ki, o Allah şeytan şükürün yerindən ki, ay görsənibdir, bunu cəmaata göstərsinlər. Dilin altdan fətva verir, cəmaata azdırmaqla deyil. Yox, əgər 31-i günü, 30-u gün axşam, ay görük məclisi 31-i günü tutulur oruc. 30 günümüz 31-ində tamam olur. Və ayın biri avtomatik şəkildə bayram olur. Yəni ayı görsək də olar, görməsək də olar. Çünki İslamda ay ya 29-dan olur, ya 30-dan olur. Yenə bu illərim şeytan şükür və onun başında olan quldur dəstə, o bir dəstə ki yığılıb məscidlərə insanları yoldan azdırır, yalandan, haqdan, halaldan, haramdan danışırlar, heç bir ədalətdən, haqdan danışmırlar. Allahın haqqını qorumaqdan danışmırlar, insanların haqqını qorumaqdan danışmırlar, insanlara zülm edənlərin qarşısında durmaqdan danışmırlar.
Qurandakı cihad ayələrindən danışmırlar. Qurandakı haqqını qoru, ölsən şəhidsən, nə xoş halına ayələrindən danışmırlar. Elə ancaq səbr et ayələrindən danışırlar. Səbr et. Səbir hara qədərdir? Səbrin daxırı qeyriyyətsizliyə gətirib çıxardır. Yəni mən Azərbaycan xalqı buradan sizə demək istəyirəm ki, bayram 30'u yox, ya 31'i ya 1'i olacaq. Aylığın bir ay əziyyət çəkmisiniz, çəkdiyiniz bütün tutduğunuz bütün oruçlar, çəkdiyiniz bütün əziyyətlər hədərə getməsin.